Müsəlmanların 7-ci imamı Həzrəti Musa Kazım əleyhissalamın qızı olan Həzrəti Fatimə Məsumə salamullah aleyhanın doğum günüdür. Həzrəti xanım Məsumə hicri təqvimi ilə 173-cü il Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açır. Anası Nəcimə xatundur. Qardaşı 8-ci imam Həzrəti İmam Rıza əleyhissalamdır. Elə uşaq ikən atası İmam Musa Kazım əleyhissalam Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rıza əleyhissalamın himayəsi altında böyümüşdü. Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. Kərime-i Əhl-i-Beyt kitabında verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib. Xanımın başqa ləqəbləri də var. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür Riza. 7-ci əsrdə yaşamış sünni alimi İbn Cövzi İmam Kazım əleyhissalamın övladları arasında Fatimə adı ilə 4 qız uşağını qeyd edib. Fatimə-i Kübra, Fatimə-i Suğra, Fatimə-i Vusta və Fatimə-i Uxra. Fatimə-i Kübra elə Həzrəti Məsumədir. Qəbri İranın Qum şəhərində yerləşir. Fatimə-i Suğra isə Bibi Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı Bakı şəhərindədir. Fatimə-i Uxra tarixdə İmam bacısı ləqəbi ilə tanınır. O İranın Rəş şəhərində dəfn olunur. Sitti Fatimə ləqəbi ilə tanınmış Fatimə-i Vustadır. Qəbri İranın İsfahan şəhərində yerləşir. Fatimə-i Məsumə bacıları arasında ən böyük olduğu üçün Fatimə-i Kübra adlanıb. Biz də bütün müsəlmanları müqəddəs Mövlud günü münasibəti ilə təbrik edirik.